Özünüzü təqdim edin. Əliyev Nadir Vahidoğlu. Bura niçin gəlmisiniz? Bura gəlmişəm şikayətlə bağlı, deməli, haqsızlığa qarşı mən qarşı haqsızlıq olunubdu. Mənim deməli familiyası Eyvazlı Amil Habiloğlu tərəfindən külli miqdarda mənim alladaraq pulumu almışdır. Ev satmaq adı ilə. Ona baxmayaraq dəfələrlə müraciət etmişəm özünə, atasına ki, yəni mənim öndən aldığı vəsaiti geri qaytarın. Atası mən gün sabah eləyə artıq uzanıbdır, heç bir ümidimdə qalmayıbdır. Nə qədər müddətdir bu problemi yaşayırsınız? Bu problemi yaşayıram ay yarımdır. O şəxsi hardan tanıyırdınız? Bu şəxsi vasitəçilərlə, maklerlərlə, bunların vasitəsilə, bir də ortada bir yoldaş var idi, tanış. Yəni körpümüz o idi, onun vasitəsilə. Həmən şəxsi ümumiyyətlə bağlı şikayət eləmisiniz hansı qurumlara? Xeyr, şikayət etməmişəm. Bəs nə üçün şikayət verməmisiniz bu məsələ ilə? Bu məsələ ilə şikayət vermədim ki, fikirləşdim ki, bəlkə öz vicdanı oyana. Məsələ ilə bağlı heç bir dövlət qurumlarına şikayət etməmisiniz ki, bəlkə insafa gələr? Bəli, bəlkə insafa gələr. O da ki, görürəm ki, insaflıq yoxdur. Artıq indi günü bu gündən, artıq sabahdan, yəni dövlətimizin hüquq mühafizə orqanı tərəflərinə şikayət edəcəyəm. Yəni məcburiyyət qarşısında çıxılmaz vəziyyətdə qalmışam deyənə məcburam etməyin. Bundan da xəbərdarlıq etmək istərdim onlara ki, yəni xoşa xoşduqca məndən alınan vəsaiti, məndən alınan pulu ödəsinlər. Nə qədər məbləğdir? 280.000 ABŞ dolları. Beləsinə. Olunmasa, onda inşallah burada tərkibində dələduzluq da var. Verəcəm. Korrupsiya müraciət edə bilərsiniz. Korrupsiya müraciət edəcəm. Daxili İşlər Nazirliyinə müraciət edəcəm. İnşallah yarınki ümidlərimi üzmürəm. İnşallah yarınki haqq öz yolunu tapar. Burada kimlə görüşmək istəyirdiniz? Hansı bir dövlət qurumlarından kimlə görüşmək istəyirdiniz? Birinci dövlət qurumları ilə yarınki Daxili İşlər Nazirliyinin əməkdaşları ilə görüşərdik. Birinci addım pillə yarınki o olar. Rəsmi qaydada şikayət eləmək Bəli, istəyirsiniz? rəsmi qaydada şikayət etmək istəyirəm. Kimə müraciət edirsiniz? Müraciət edərdim. Deməli, Azərbaycan Respublikasının Daxili İşlər Naziri General Polkovnik cənab Vilayət Eyvazova üzümü tutub ondan xahiş edirəm ki, yəni lazımı göstərişləri verə və mənə köməklik göstərərlər. Artıq dərəcədən xahiş edirəm cənab nazirimizdən.